Boş ver, hamısı masonların işləridir. Bəzən görürsən hansısa adlı sanlı və büdcəsi böyük olan bir futbol klubu özündən zəifə uduzur. Dərhal bəzi adamlar yazırlar. Siz bilmirsiniz, bəziləri hesab atıblar. Pul qazanmaq üçün bu sadəcə bir yoldur. Yaxud görürsən bir xanım uğur qazanır, dərhal kimsə yazır. Ola bilməz, onun saxlayanı var. Ya kimsə kimisə öldürür, dərhal qatilə haqq qazandırmaq üçün yazırlar. Adamı boş yerə öldürməzlər. Xülasə, kimsə halal yolla uğur qazana bilməz, yaxud qalib gələ bilməz, yaxud yaxşı bir nailiyyət qazana bilməz. Yox, hamısının arxasında nəsə var. Bu zümrə dünyada hər şey bilirlər. Hətta Allahın sistemindən də başları çıxır. Allah nə üçün edir? Mütləq bir cavabları var. Siz bilmirsiniz. Bir dəfə onlardan bilmirəm sözü eşidə bilməzsiniz. Bu adamların bəzisi Allah yolunda 10 manatlarından keçməyib də kimlərəsə küllü miqdarda rüşvət verə, yaxud piramida bizneslərinə görə evlərini satıb qoyarlar. Bu cür adamların həmişə yuxarıda adamları, telefonlarında kiminsə nömrələri olur. Bilirsənmi mən kimin adamıyam? Bəs sən özün kimsən? Özünə nə günahlaya bilmirsən? Öz adınla nəsə edə bilmirsən? Adətən hər şeyi bilirəm deyən adamlar nəticədə 8 yaşlı uşağın etməyəcəyi səhv edə bilirlər. Niyə? Çünki həyata daim müəllim kimi yanaşmaq, hər şeyi bilmək iddiası özü bir şirkdir. Bəli, Allaha şərik qoşmaqdır. Mələklər də bir dəfə bunu qabartdılar. Lakin sual formasında. Allah onların əməlinin müqabilində dedi ki, mən bildiyimi siz bilmirsiniz. Nəticədə Adəmə bəzi adları öyrətdi, mələklərə də dedi ki, demirdiniz bilirəm, buyurun, mənə xəbər verin. Mələklər aciz qaldıqlarını gördükdə dedilər, İlahi, sən pak və münəzzəhsən, bizə öyrətdiklərindən savayı biz bir şey bilmirik. Allah onlar üçün keçdi, lakin iblisə keçmədi. Çünki iblis təsdiq mənasında dedi. Bildiyini iddia etdi ki, yox, mən Adəmdən üstünəm. Nəticədə Allah ona keçmədi, getdi üzü cəhənnəmə. Bu həyatda insan elə bilir ki, planları ancaq o qura, hər şey nəzarət edə bilər. Xeyr, unudur ki, bu dünyanın səndən üstün nəzarətçisi var. O da Allahdır. Hər şey alınır dediyin zamanda hər şey zibil olar. Heç nə alınmır dediyin anda isə hər şey yoluna düşər. Bu videomu çəkməkdə məqsədim boş şeydir, adamın daydayı, pul olsun, filan kəslərin arxası, qabağı, mason, satanist və s. deyib hər şeyə, hər bir xurafata inanıb, amma Allaha inanmayanlaradır. Bax, şeytanın vəsvəsəsi sayəsində xırdanı böyüdür, böyüyü isə kiçildirlər. Allah Quranda Talutla Caludun məsələsini, nəticədə Davudun sayəsində Taludun ordusunun qələbə qazandıqlarını qeyd edərkən Bəqərə surəsinin 249-cu ayəsində bir açar ifadə işlədib. Kəm min fiətin qalilətin qələbət fiətən kəthirətən biiznillah. Yəni, o qədər sayca az dəstə Allahın izni ilə sayca çox dəstəyə qalib gəlib ki, bizim zəhmətkeş çox bilmişlər belə hallarda deyirlər. Yo, siz bilmirsiniz, onları qalib edən əslində filan şeylər idi. Müsəlmanlar da Bədir döyüşündə az sayda idilər. Onlar böyük sayda olan müşriklər üzərində qələbə qazandılar. İman əhli bilir ki, bu həyatda heç bir şey Allahın izni sənin tərəfində olduğu halda səninlə ayaqlaşa bilməz. Əlbəttə, mən hər dəfə deyirəm ki, burada say məqsəd deyil, az haqdır ya çox, xeyr. Burada Allaha inam önəmlidir. Əgər həqiqətən də Allah səninlədirsə, sənə qarşı olan hər bir şey zalala məhkumdur. Necə ki, tarix bunu dəfələrlə göstərib. Nə çox az dəstələr var. Allah bizi öz izni olan yerdə görsün.